Allah Azza və Cəllə, qardaşlarım, öz kitabında bir çox yerlərdə ona özünə dua edilməsi barədə əmrlər verir. Allah Azza və Cəllə, qardaşlarım, Qafir surəsinin 60-cı ayəsində buyurur ki: "Və qala rabbukum ud'uni." Rəbbiniz dedi ki, mənə dua edin. Bu əmrdir. Subhanallah. Bu əmri ondan başqasına yönətmək olmaz, çevirmək olmaz. Allah əmr eləyir. Və qala rabbukum ud'uni. Sizin Rəbbiniz dedi ki, mənə dua edin. Əstəcib ləkum. Mən də sizin duanızı qəbul edim. Əməl və qarşılığı. İnnellezine yestekbiruna an ibadeti. O kəslər ki, mənə ibadət etməkdən təkəbbürlük edirlər. Bax, Allah Azza və Cəllə hansı sözdən sonra təkəbbürlüyü gətirir və ibadət sözünü gətirir? Deyir ki, mənə dua edin. Sonra deyir ki, kim ki ibadət etməyə təkəbbürlük edirsə. Deməli, bu ayədən çıxır ki, qardaşlarım, dua nədir? İbadətdir. Çünki Allah Azza və Cəllə burada ibadət olaraq gətirdiyi, adını çəkdiyi duadır. Ən böyüklərindən və ən üstünlərindən. Və sonra deyir ki, ibadət etməyi təkəbbürlüyünə sığışdırmayanlar, yəni dua etməyənlər və digər ibadətin növlərini etməyənlər səyədxulunə cəhənnəmə dəxirin. Onlar alçalmış və rəzil olaraq cəhənnəmə daxil olacaqlar.